Hörmətli Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, sizdən çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Mənim artıq bir ildən çoxdur ki, Kaspian Hospitalda işləyən göz həkimi Cahit Şahbazov tərəfindən aparılan yanlış göz müayinəsi, təyin olunan yanlış göz xəstəliyi diaqnozu və icra edilən savadsız əməliyyatı nəticəsində sol gözüm yararsız vəziyyətə düşüb. Sol gözümdə görmə qabiliyyətimin itirilməsi və əzələ və sinirlərimin iflic olması səbəbilə artıq bir ildən çoxdur ki, mən şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq və mühafizə orqanlarının təyin etdiyi tibbi ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, əməliyyatdan öncə gözümdə Cahit Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Gözüm tamamilə sağlam olub. Tibbi ekspertiza nə az, nə çox düz 3 dəfə həkimə günah vermişdir. Lakin buna baxmayaraq, Səbail rayon prokurorluğunda həkimə 3 dəfə günah verilməsi, həmçinin bir çox sübutların, faktların olmasına baxmayaraq, mənim işim yekunlaşdırılaraq heç cür məhkəməyə təhvil verilmir. Sizdən çox xahiş edirəm ki, işimin yekunlaşdırılması və tez bir zamanda məhkəməyə verilməsi üçün mənə kömək eləyəsiniz.